Dövr qanuna aid olan maraqlı bir test nümunəsinin həllinə baxaq. Eyni dövr daxilində proton sayları artdıqca element atomlarında artan və azalanları bizdən soruşur. Eyni dövr daxilində deyirsə, yəni ki, dövrlər üzrə axtarmamızı istəyir. Soldan sağa və yaxud da sağdan sola istiqamətdə dövr sistem cədvəli ilə söhbət gedir. Və bizə deyir ki, birinci qayda üzrə deyir ki, artan və azalan. Artana, azalana aid olanları müəyyən eləməliyik. Birdən baxaq, oksidləşdiricilik xassəsi. Oksidləşdiricilik xassəsi elementin deməli elektron alması idi. Oksidləşdiricilik xassəsi. Oksidləşdiricilik xassəsi də dövr sistem cədvəlində dövrlər üzrə proton sayının artması, yəni sağa istiqamətdə deyir bizə. Protonların sayı dedikdə dövrlər üzrə əlbəttə ki, proton sola doğru artmaz. Proton sayı və yaxud da sıra nömrəsi sağa istiqamətdə artacaqdır. Və sağa doğru oksidləşdiricilik xassəsi əlbəttə ki, artacaq. Qeyri-metallıq xassəsi artacaq. İyonlaşma, elektrona hərslik, elektromənfilik, elektron almaq qabiliyyəti artacaqdır. Oksidləşdiricilikdəki elementin elektron almasıdır. Sağa istiqamətdə oksidləşdiricilik artır. Biri aid elədim artan hissəyə. İkinci də atomun radiusu. Atomun radiusu biz demişdik ki, yuxarıdan aşağı artırdı. Soldan sağa isə atom radiusu kiçilirdi. Və burada azalana atom radiusunu əlavə etdik. 3-də deyir ki, iyonlaşma enerjisi. İyonlaşma enerjisi də qeyd etdiyim kimi bizdən soldan sağa istiqamətdə dövrlər üzrə dediyinə görə dedik ki, oksidləşmə dərəcəsidir, iyonlaşma enerjisidir, qeyri-metallıqdır, oksidləşmə dərəcəsi yox, oksidləşdiricilik, iyonlaşma enerjisi, elektromənfilik, elektrona hərslik, sonra reduksiya prosesi, elektron almaq qabiliyyəti soldan sağa artır, bir də aşağıdan yuxarı artır. Bunu da deyim. İndi soldan sağa olaraq iyonlaşma enerjisi nə oldu? Soldan sağa artdı. 3-ü əlavə elədik. İyonlaşma enerjisini artan sıraya əlavə etdik. Sonra 4-də isə metallıq xassəsi. Metallıq isə ümumiyyətlə artması istiqaməti. Metallıq yuxarıdan aşağı artacaq. Bir də ki, sağdan sola artacaq dövrlər üzrə. Yəni ki, metallıq xassəsi də azalan sıraya aiddir. Deməli, qeyri-metallıq, bunu təkrar olsun deyə sizə deyirəm. Qeyri-metallıq, oksidləşdiricilik, reduksiya prosesi, iyonlaşma enerjisi, elektrona hərslik, elektromənfilik, bunlar hamısı deməli artırdı soldan sağa dövrlər üzrə və qruplar üzrə isə aşağıdan yuxarıya artırdı. Metallıq xassəsi, reduksiya edicilik, oksidləşmə prosesi, elektron verməsi, sonra radius, bunlar isə artacaq yuxarıdan aşağı və sağdan sola istiqamətdə dövrlər üzrə. Bu da sizin üçün təkrar olsun. Deməli, 1, 3 və 2, 4 D bəndi.